Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in. Selamun aleyküm ve rahmetullah. Bütün əzizlərimi salamlayıram. Hər kəsə duaçıyam. Mövzumuz Qur'an-ı Kərimin ayələrinə əsasən idi. Bugün danışmaq istədiyim mövzu bundan ibarətdir ki, Peyğəmbərlərin göndərilməsinin zərurəti nədir? Nəyə görə Allah Taala Peyğəmbərləri göndərib? Hədəf nədir? Bunların gəlməsində Allah tərəfindən 124 min Peyğəmbərin, imamların göndərilməsində hədəf nədir? Bu barədə əgər diqqət etsək, Allah Taala Qur'an-ı Kərimdə hədəfi buyurur. Əuzu billahi mineşşeytanirracim. Rusulan mubəşşirinə və munzirinə li'allə yekuna linnəsi aləllahi hüccətən. Allah Taala bu rəsulları, elçiləri göndərir. Onlar gəlib bizə bəşarət versinlər. Desinlər, Allah dostları, əgər əməl eləsiz, Allah istəyən kimi yaşasız, bəşarət veririk ki, siz Allahın sizə vəd verdiyi əbədi həyatda olacaqsınız, behiştdə olacaqsınız. Bunu bizə bəşarət versinlər. Behiştin olmağını, cəhənnəmin olmağını da bizi qorxutsunlar. Və munzirin bizi qorxutmaq üçün gəliblər. Elə bilməyək ki, dünyada yaşayıb elə ölərik, söhbət qutardı. Yox, Peyğəmbərlər gəlib o tərəfdə bir dünyanın, əbədi olan bir dünyanın olmağını bizə çatdırsınlar. Bunun üçün gəliblər Peyğəmbərlər. Ardında buyurur, لِأَلَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّٰهِ حُجَّةٌ. İnsanların əlində bir bəhanə olmasın. İnsanlar bu bəhanədə olmasınlar ki, vay biz əgər Peyğəmbər olmasaydı, Peyğəmbər gəlməsəydi, bizim xəbərimiz olmazdı. Yəni insanlar bu cəhətdən gərək diqqətli olsunlar ki, bu məsələ əhəmiyyətli məsələdir. Peyğəmbərlər gəlib bizə həm bəşarət versinlər, həm bizi çəkindirsinlər. Əsas vəzifələrdən biri budur. İnsanlar üçün bəhanə olmasın. İnsanlar bəhanə dalıca olmasınlar ki, mənim xəbərim yox idi, mən bilmirdim, mənə deyilməmişdi. Allah Peyğəmbərləri göndərir ki, bütün məsələləri bizə çatdırsınlar. Bə'dər rusul və kənəllahu əzizən həkimə. Allah hikmətlidir, əzəmətlidir. Əziz olan Allah istəyir bunu bizə çatdırsın. Allah bizi yaradıb və bizi yaratmaqda hədəfi var. O hədəf Peyğəmbərlər vasitəsilə bizə çatdırılır. Peyğəmbərlər gəlir, Allahın bizə demək istədiklərini, Allahın ayələrini çatdırır. Biri gəlir, İncil gətirir, biri Tövrat gətirir, biri Zəbur gətirir, biri Peyğəmbərimiz, əziz son Peyğəmbərimiz Qur'an-ı Kərimi bizə çatdırır ki, biz bu Allah mesajlarına əməl edəyək. Allah Taala bizləri bütün bu buyurulanlara əməl etməkdə müvəffəq eləsin. Allah bizi Peyğəmbərlərimizin yolunu getməkdə və onların yanında ki, dünyada onlarla məhşuruq, qiyamətdə də onlarla məhşur olmaqda müvəffəq eləsin. Sizləri Allaha tapşırıram. Sağ olun, Allah amanında. Əssalamu aleykum və rəhmətullahi və bərəkət.